Zeynep, getir. Allah'ım ya. Seherim senin adınla bağlı. Exclusive Star Life WS. Dedemin değen yerde sehralarda gül açılır. Gülüstana çevrilir yurdum kendi şehrim. Güneş doğur ele bil harda çekilir adın. Dosta feharet gelir, gözü kör olur yadın. Azerbaycan diyende seni düşünürük bir. Azadlığı inamı halka sen bağışladın. Sen ele bir zirvesen, kürekler neyleyecek? Dünenin bugünün seninledir gelecek. Ne kadar Azerbaycan, ne kadar bu millet var. Heyder halkım diyecek, halk Heyder söyleyecek. Heyder halkım diyecek, halk Heyder söyleyecek. Starlife.ws.
Şagird dostlarımız, bugünkü kimya gecəmizə xoş gəlmişsiniz. Alimdən, elmdən və hünərdən zövq almayan bir kəs, yəqin ki, bəşəriyyətin naxələf və yaramaz övladıdır. Biz hamımız bugün burada elmdən zövq alacağıq. Kimya elə bir elm sahəsidir ki, burada hissdən, həyəcandan, qorxudan, təəccübdən və maraqdan yan qaçmaq mümkün deyil. Gündəlik həyatımızda baş verən hadisələrin tərkib hissəsini araşdırsaq, həyatımızın bütünlüklə kimya elmindən ibarət olduğunu bilərik. Kimya maddələri, onların xassələri, çevrilmələri və bu zaman müşahidə olunan hadisələr haqqında elmdir. Bildiyimiz kimi bütün cisimlər maddələrdən təşkil olunmuşdur. Maddələr isə tərkib etibarilə müəyyən qarşılıqlardan ibarətdir. Bu qarışıqların tərkibi və hansı birləşmələri yaratması ilə sırf kimya elmi məşğul olur. Qüvvət elmdədir, başqa cür heç kəsə üstünlük eyləyə bilməz. Beləliklə, bugünkü kimya gecəsini açıq elan edirik. İndi isə çıxış üçün söz verilir məktəbimizin şagirdlərinə dünyada kimya elminə töhfə vermiş alimlər haqqında məlumat verəcəklər. Mən əvvəlcə sizi öz adımdan və gecənin təşkilatçıları adından salamlayıram. Əzizimiz Sevdə məmə, biz bilirik ki, sizin üçün hər dəqiqə dəyərlidir. Məktəbimizin rəhbəri üçün bütün yük sizin üstünüzdədir. Lakin vaxt ayırıb gecəmizdə istirahət elədiyiniz üçün sizə çox sağ olun deyirik. Biz deyirəm ki, biz məktəblilər sizi çox istəyirik və sizə böyük hörmətimiz var. Bu gün dəstəsi də sizin üçündür. Kimya, maddənin xüsusiyyətlərini, şunu, ayrı-ayrı maddələr arasındakı əlaqə ilə dəyişmələri bağlı olduğu qanun və qaydalardan danışan elmdir. Maddələrin strukturları ilə, xüsusiyyətləri ilə keçirdikləri dəyişmələr sırasında enerji alveri ilə maraqlanan elm sahəsinə kimya deyilir. Kimya sözü qədim Misir dilindən dünya mənasına gələn cem sözlüyündən öyrənmişdir. Təbiətdə olan ya da suni olaraq çıxarılan hər maddə bəzi təməl maddələrin birləşməsində meydana gəlir. Bu maddələrə element deyilir. Karl Wilhelm Scheele İsveç kimyası 1772-ci ildə havanın oksigen və azotdan ibarət olduğunu müəyyən etmiş, oksigen təbiətdə ən çox yayılmış elementdir. Yer qabığını əhatə edən atmosfer, hidrosfer və litosfer qatlarının kütləsinin təqribən 49,4% oksigenin payına düşür. Oksigen torpağın, suyun, dağ süxurlarının, filizlərin, mineralların əsas tərkib hissəsini təşkil edir. Məsələn, təbii suların 86%, qumun 50% oksigenden ibarətdir. Oksigen bütün canlı orqanizmlərin, bitkilərin, heyvanların tərkibinə daxildir. İnsan bədəninin 65% oksigendir. İngilis alimi 1803-cü ildə bir sıra elementlərin nisbi atom kütlələrinin birinci cədvəli tərtib etmiş, atom molekul təliminin inkişafında böyük rol oynamışdır. Atom molekul təliminin bir müddəasında deyilir ki, hər bir atom növü öz kütləsinə və xassələrinə görə başqalarından fərqlənir. Atomların müəyyən növü kimyəvi element adlandırılır. Kimyəvi element anlayışı 19-cu əsrin əvvəllərində alimi John Dalton tərəfindən elmə daxil edilmişdir. Fransız kimyaçısı 1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və Flokston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır. Oksigen qazı yer kürəsinin atmosferində kütləcə 23%, həcmcə 21% və təbii sularda həll olunmuş şəkildə olur. Atmosfer havasında oksigen qazının olduğunu ilk dəfə Antoine Lavoisier 1774-cü ildə müəyyənləşdirmişdir. Oksigenlə yanaşı havada həcmcə 78%, kütləcə 75,5%, 5% azot qazı və təqribən 1% nəcib qazlar. Çox az miqdarda isə -0,4% karbon qazı vardır. Atmosferin ümumi kütləsinin təxminən 1/5 hissəsi oksigenden ibarətdir. Bununla təcrübə aparan Alman kimyaçısı Egan Weiber tələbələrə dərs deyəndə